17 yaşında olan uşağı yeniyetməlik dövründədir hələ. Bu sözü deməyə hətta bıçaqlayacağam, yəni maksimum hədələməyə çalışır. Maksimum ananın davranışlarını sərhəd qoymağa çalışır ki, etmə. Bu nəyin göstəricisidir? Bunun göstəricisidir ki, uşaq maksimum istəyir ki, ana bu işi görməsin, yenidən münasibətə girməsin. Əgər uşaq təhlükə hiss edirsə, əlbəttə ki, biz əgər hər halda o uşaq həmin o kişi ilə görüşübdür və ondan təhlükə hiss edibdir. O kişinin əgər münasibəti yaxşı deyilsə, o həmin o ananın oğlu ilə, əlbəttə ki, burada problem yaşanacaq. Ona görə də həmin kişi o oğlan uşağı ilə mütləq şəkildə bir ünsiyyətə girməlidir, bir yerdə vaxt keçirməlidirlər. O uşaq başa düşməlidir ki, bundan heç bir təhlükə gəlməyəcək anasına. Ondan sonra, yəni o rahat şəkildə bu qərarı verə bilər.